üçün məscidə gəlirəm. Deyirlər ki, salam məleykum, deyirəm salam məleykum. Ayaqqabı çıxart. Ay kişi, bir dəqiqə deyən, niyə axı ayaqqabını çıxardır? Mən evdən 4 saatı çıxmışam, corabda filan da, yox çıxart. Yaxşı çıxardı. Çıxartdı ayaqqabını. Ala bu zəmbili ayaqqabı qoy onun içinə. Deyirəm, niyə qardaş? Deyir, oğrayarlar. Aha, deyirəm, burada. Deyir, hə. Ay kişi, nə danışsın, burada 1000 dənə ayaqqabı var, sən ayaqqabı biraz təzədə götürəcəklər. Təsəvvür gətirin, mənə boyda adam, bax deyirəm, mənə boyda adam, bax girirəm içəri, bax fikir verin. Bu kameraman çəksin məni, bax. Girirəm, çıxdım, bəlkə də kalada. Girirəm ayağım, corabla, şeydə əlimdə də bir dənə zəmbil. Bax, bir dənə kənardan mənə baxın, indi o kilsədəki halıma baxın mənim. Mən din tərəfdarı deyiləm, gəlin deyirəm, mən Allaha inanan adamam, Tanrını sevən adamam, amma fərqi göstərirəm də. Yağan sevasına baxın, əlində zəmbil. Gəlin mən sizin bu iradınıza bir izah verim. Hərçənd ki, düşünməzdim ki, mövzu dindən gedəndə sizin analiz qabiliyyətiniz bloklanır. Öncəliklə, İslam dinində bilirsiniz ki, ibadət zamanı müsəlmanlar əllərinin içini və üzlərini yerə qoyurlar. Və siz məscidə girəndə ona görə ayaqqabınızı soyunursunuz ki, ayaq yoluna və s. palçığa, yağışa girdiyiniz ayaqqabı ilə məscidin xalçalarını və ya mərmərini çirkləndirməyəsiniz. Bu gigiyenik cəhətdən düzgün deyil, çünki ibadət eləyən üzünü ora qoyur. Bu bir. Deyirsiniz kilsəyə girəndə ayaqqabı ilə girirəm, ona görə ki, xristiyan qardaşlarımız ibadət zamanı ayaq üstə edirlər öz dualarını, ibadətlərini. Daha sonra oğru mövzusuna gəlincə, baxın, məscidin qapısında ID scanner yoxdur və kimisə buraxıb, kimisə buraxmırlar deyə bir şey yoxdur. Gələn dəfədə nə isə başa düşməsə, sizə qaranlıq qalsa, məmnuniyyətlə sizə izah etməyə hazırıq. Yetər ki, siz daşqalaq eləməyin.